Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Videonun əvvəlində sizə demək istəyirəm ki, kanalıma abunə olun, like verin, dəstək olun, kommentarilər yazın. Kanala dəstək üçün kommentarilər vacibdir, abunə olmaq vacibdir. Nəyə görə? Ona görə ki, mən həmişə baxıram, mənim kanalıma baxanların 87%-i abunə olmadan baxırlar. Çox xahiş edirəm. Heç bir çətinlik yoxdur. Abunə olmaq elə böyük problem deyil. Komentari yazmaq sizdən hansısa bir maddi cəhətdən sizə problem yaratmır. Amma mənim kanalım üçün, mənim videolarımı irəli çəkmək üçün, kanalımızın daha böyümək üçün böyük, belə deyək də, dəstək olur. Bu günləri mən nədən video çəkəcəm? Bu günləri video çəkdiyim həmən bu tiş pastalarından olacaqdır, tiş məzunlarından olacaqdır, tiş təmizləyənlərdən. Nəyə görə? Ona görə ki, hamımız, balaca uşaqdan tutmuş, böyük insana kimi, hətta balaca uşaqlar belə 6 yaşına qədər ayrı cür pastalar satılır. Onları çox uşaqlar yeyir də, udur da. Bunların hamısı mədə, bağırsaq, necə deyim sizə, hamısına təsir göstərir və dişlərin xarab olması, bəlkə də indi stomatoloqlar məni qınayacaqlar və stomatoloqlar yazacaqlar, sən nə bilirsən, nədir, odur, budur. Mən araşdırdığımı araşdırmışam. Bunların hamısı mənim subyektiv öz fikrimdir. Nə reklam, nə anti-reklam məqsədi deyil məndə. Mənim özüm bu videoda bir daha təkrar eləyim. Necə seçirəm tiş təmizləyəni, necə öz seçimimi eləyirəm, ondan sizə danışacağım. Siz zəhmət olmasa kanalı izləyin, kanala baxın, kanala dəstək olun, mənə dəstək olun. Yəni abunə olun, like verin, kommentarilər yazın. Bunların hamısı çox önəmlidir kanal üçün, mənim üçün də önəmlidir. Mən isə sizə söyləyəcəm ki, mən hasınla təmizləyirəm, necə təmizləyirəm və bunları test eləyəcəm sizə, yoxlamadan keçirdəcəm. İndi deyəcəksiniz ki, sən food kritiksən, nəyə görə tiş təmizləyənlərlə məşğulsan? Ona görə ki, əslində bu yeməli qida olmasa da, qeyri qida olsa da, yenə də biz dişlərimizi təmizləyəndə bunlardan bizim mədəmizə, bağırsağımıza, ağzımıza, bunların hamısının fəsadları yəni gəlir, çıxır da. Bunlar gəlir bizim orqanizmimizə təsir eləyir. Dişlərimizə, damaqlarımıza. Belə deyək, ağzımızı yuyub belə təmizləsək də, əslində hansısa miqdarını uduruq, gedir orqanizmimizdə yığılımcıl bir effekt verir və sonra hətta onkoloji xəstəliklərə qədər gətirir, dişlərin tökülməsinə gətirir, dişlərin xarab olmasına gətirir. O deməkdir ki, bunu fikirləşiblər, diş təmizləmək üçün bu superdir. Bugünkü videomuzda bunların hamısını sizə göstərəcəm. Necə test oldu, necə oldu, hamısını söyləyəcəm. Mikrofonum nətərdir? Mikrofon barəsində də bir kommentarilər yazarsınız. Godex mikrofonudur. Əslində mikrofonum var idi. Çox vaxtı ərinirdim çıxartmağa. Ona görə indi mən bunların hamısını test eləyəcəm, sizə göstərəcəm və siz də öz tiş pastanızı, evdə istifadə etdiyinizi, mağazində aldığınızı, nəyə diqqət yetirmək lazımdır? Bunların da reytinqi olacaqdır. Və mən dişimi necə təmizləyirəm, nə ilə təmizləyirəm, onu da sizə göstərəcəm. Və görəcəksiniz ki, yazıq dişlərimiz səhər axşam hər səfər diş təmizləyəndə nəyə görə dişlərimiz pis günə düşür? Çox insanların dişləri tökülür. Yəni bu kommentarda yazanlar da biləcəkdir və mənə dəstək olacaqlar ki, elə olubdur ki, dişlərini hər gün təmizləyən insan səhər axşam yatmamışdan, səhər yuxudan duranda, hər yeməkdən sonra təmizləyən insanların dişləri necə tökülübdür. İndi isə biz yavaş-yavaş testlərimizə başlayaq. Siz də videonu izləyin, bir daha təkrar eləmə, abunə olun, like verin, bir də mikrofonun barəsində nə fikirləşsiniz onu da deyin. Gözəl insanlar, gəlin bax tərkibindən danışaq. Blendamed, hamı tərifləyir, hamı bilir, hamı görübdür, mağazinlərdə satılır. Blendamedin tərkibini biz oxuyanda, bizə dəqiqə, bax yazıb, aquasabritol, hidradet silica, dioksid titana, kalsium, aroma sodium. Yəni bunların hamısı, görürsünüz bu tərkibində olanların o qədər də xeyri yoxdur bizim orqanizmimizə. Mən sizə indi izah edeyim. SLS nə deməkdir? SLS tərkibində SLS olan tiş pastalarından, tiş məzunlarından mən uzaq gəzirəm. Bu mənim subyektiv öz fikrimdir. Öz yaxınlarıma da tövsiyə edirəm ki, elə bir şeylərdən uzaq gəzsinlər. Nəyə görə izah edeyim sizə? Baxın, SLS nə deməkdir? Bu maddə diş məzununu çox köpükləndirir. Yəni ağzımızda köpükləndikcə, nə qəşəkdir, təmizləyir, buranı köpük demək təmizdir. Əslində yox. Bu maddə məzunu çox köpükləndirir, yəni sanki dişlərin daha yaxşı təmizləməsi kimi görsənir. Amma elə deyil. Əslində ağzın selikli, belə deyək də, adamın ağzı selikli olanda, qaşınması, qıcıqlandırması, ağzında
quruluq yaratması, bax bu söhbətlərin hamısı gəlir nəyə çatdırır? Sizin slizistə abaloçkanız zərər çəkir də, ağzımızda selikli abaloçka deyim Azərbaycan dilində, nətər deyim. Yəni onda problem yaradır və uzun müddətdə bunu istifadə eləyəndə ağzınızda beləcə yaralar əmələ gələr, nə bilim, qaynaşıq deyirlər el dilində, qaynaşıq da əmələ gələr. Bu blendametdə idi. İndi götürürəm parodontaksı yox, bu siqnalın bayaqları oxudum. Siqnalın tərkibinə baxın siz. Siqnalın tərkibində nə yazır? Aqua kalsium, karbonat, hidrogen silisa, hidrogen stretch. Elə adlardır ki, vallahi dilim də belə şeyləmir. Bax, əslində trikolzan nədir? Antibakteriyal komponentdir, amma faydalı bakteriyaları da öldürür. Yəni hormonlarımızın, belə deyək də, qarmonlarımızın, bədənimizdə olan qarmonlarımızda tarazılığı poza bilir. İmmun sisteminə mənfi təsir göstərir. Yəni siz fikirləşirsiniz ki, ağzımı fırçaladım, yudum, tüpürdüm, getdi, xeyr. Və üstəlik də bəzi təqdimatlarda çoxlu istifadə olunanda, çoxlu da nə deməkdir? Yəni hər gün daimi istifadə olunanda hətta kanserogenə də çönə bilir. Başa düşürsünüz? Yəni rak xəstəliklərinə, bunların hamısı. Dioksid titanium. Titaniumun dioksidi az miqdarda faydalı ola bilər, amma çox olanda fluoroz yaradır. Diş minasının, yəni dişin emalını zədələyir. Biz dişimizi təmizləyənə dün mağabbaq görsənir, biz elə bilirik ki, təmizdəndir. Xeyr, əslində o mikro xırda dağılmış bizim dişlərimizin emalıdır, bunlardır. Sonra abrasiv maddələr, silisiyadır, kalsiumdur, karbonatdır. Bunların hamısı, bax, bu gördüyünüz diş pastalarında, bax, bir dəqiqə götürək Aquafresh-i. Aquafresh, əstağfurullah, üzr istəyirəm, Colgate-dir. Colgate-i götürürəm. Colgate-in tərkibini oxuyanda, bircə dəqiqə, Colgate-in tərkibində biz nə görürük? Hidrogen peroksid. Peroksid nə deməkdir? Yəni, adi perikisdir. Bu perikisin, belə deyək də, necə deyim sizə? Perikisi də qatırlar bunun içinə. Bunun içində olur. Bu perikis yaraları əslində güya ki, antibakteriyal deməkdir, amma əslində çox maddələri öldürür. Ona görə də siz bax, necə sizə deyimi, parabenlərdir, titanium dioksidlərdir, belə komponentlərdən uzaq durmaq lazımdır ki, sabahsı günləri bizim dişimizdə, bədənimizdə, tək ağzımızda, dişimizdə yox, qanımızda, mədəmizdə, bağırsağımızda, nə bilim, bağırsaq rakı deyirlər, mədə bağırsaq rakları deyirlər. Bunların hamısı əmələ gətirən nədir? Biz ağzımızdan, belə deyək də, qəbul elədiyimiz qidalardır. Qidanı da bir qırağa qoyanda bu şeyi belə deyək də, hamı dişini yuyur, bir iki dəfə ağzını yaxalayır, təzdən həmən ağzımızda olan öz heliyimizi də udanda, o heliyin içində qatışıq bunların hamısı gedir, damaqlarımıza ziyan vurulur. Mən belə deyim, mən bir tanışım var, dostumdur, tanışımdır, yaxınımdır. 6 aydan bir gedir dişlərinə iğnə vurdurur ki, vitamin vurdururam. Deyirəm, ay dostum, mən dişimi təmizlədiyim kimi təmizlə. Hə, deyir, yola verir məni, özü istədiyi kimi məşğul olur bunların hamısından. Sonra bax, süni rəngləşdirici deyirlər. Bax, Oral-B-ni götürək. Görürsünüz, yaşıl rəngdir də. Bir dəqiqə bunun tərkibinə baxaq. Üzr istəyirəm. Tərkibinə baxanda tərkibində nədir? Süni iskustveni krasitildə, süni rəngləndirici, belə deyək. Bunların hamısı nədir? Dad verir, yəni dad vermək üçün, qəşəng daddır, mentol daddır, nə bilim, limon daddır, alınça daddır, çiyələm daddır. Bundan deyil. Əslində bunların hamısı sizə allergiya da yarada bilir. Ağzınızda quruluq bir qırağa. Damağınızın qanaxmasıdır, damağın şişməyidir. Fikir verirsiniz də yəqin ki, axşam dişinizi yuyursuz, səhər rənglər şişir, ağzınızda qan dadı gəlir. Yuyub yalandan dişi zədəliyib, damağı zədəliyib, qanadandan sonra düzəlir. Nəyə görə? Bunların hamısı bu rəng verənlərdəndir. Sonra uzun müddətli parabenlərdən danışım sizə. Bax, parabenlərin ən çoxsunu mən bax bunda gördüm. Bax, bu Colgate-də. Bu Colgate-də gördüm. Öz üstündə İran dilində də yazılıbdır. Qoyun bir dəqiqə tapaq. Tapaq. Bizə dəqiqə, Bax, burada yazır, naprimer. Parabenlər uzun müddətli istifadə zamanı hormon sisteminə təsir göstərir və hürciyyətdən dəyişikliklərə səbəb ola bilir. Yəni, hormon dezbalansı olur orqanizmdə. Kökəlməyə də baş verə bilər, yəni yemək, iştahın küsməsinə də baş verə bilər.
tüksüz adam tüklənə bilər, tüklü adamın tükü tökülə bilər. Yəni bunların hamısı ancaq belə deyək də bunların içində olan ziyanlardır. Sodium florid. Sodium floriddən danışdım əslində. Mən indi Lakalukt. Hamı təriflədi. Germaniya. Düzmü saxlayıram? Yox, belə. Germaniya. Hamı təriflədi. Ftor deyilən bir şey var. Ftorun bunların da çoxsunun içində ftor olur. Ftoru çox adam tərifləyir. Çox adam elə deyir, belə də olmalıdır, budur, gözəldir, qəşəkdir, ay nə bilim 5, xoş 5, 15, elə deyil. Ftorun az miqdarda nəsə belə deyəndə xeyri ola bilər. Amma ki, çox miqdarda siz həmən o ftordan istifadə edərsinizsə da, sizin belə deyək də, həmin dişləriniz tökülməyə bir qırağa, dişlərinizin emalları zədələnməyə bir qırağa, çürüməyi, xırdalaşmağı, balacalamağı, dişin laxlamağı, bunların hamısını gətirir. Dişi bildik, gedib pul verib düzəltdirəcəksiniz. Allah stomatoloqların canını sağ eləsin. Söhbət ondan getmir. Bir dəfə gedib bir dənə də stomatoloqun yanına düşəndə adamı görəndə adamı dollar şəhərəsində baxırlar. Hamısı da olmasın, bəzilərdən belə deyək, kimi xətrinə dəyməsin. Amma faktik olaraq budur. Gedib deyirsən, bir dənə dişi çəkmək lazımdır, bir dənə dişi çəkəndə 50-30 manat adamdan pul alırlar. Sözüm onda da ölü. Yəni bu şeylər olmasın deyən, sabahsı günləri mırıq qalmayasınız. Mırığı bildiyi, yəni bu diş tökülməkdir, hamısıdır. Söz əslində başqa şey deyəcəkdim. Bədəninizdə, qanınıza xəstəlik keçməsin. Sabahsı günləri gedib, həmən dəqiqə dişi təmizləyən kimi gedib xəstəxanaya düşmüsünüz. Mən həmişə dediyim kimi, nəyisə daimi istifadə eləyirsiniz bunlardan, hamısından. Sabahsı günləri gedib problem yaşayanda, xəstəxanaların qabağında duranda, oçeletdə gözləyəndə, deyəndə ki, Allah, bu məndə nədən oldu? Orada nəyin boyunca? Orada heç kim demirsiniz diş təmizləyəndə, bunun içindəki ximiyalardan, bunun içindəki zərərli maddələrdən olubsunuz. Ya deyəcəklər, qızartma yediz belə oldunuz, onu yediz belə oldunuz, o xəstəliyi bu gətirdi, əsəb gətirdi, nervi gətirdi. Allah uzaq eləsin. İnsan xəstələnəndən sonra can şirin şeydir. Ölüb gedəndən sonra nə deyəsiz deyin burada. Ona görə indi isə mən yavaş-yavaş çox danışmayayım, keçim testlərimə. Yəni yəqin ki, fikrimi çatdıra bildim də. Yəni bunun əslində tövsiyəm də nədir, onu da deyim sizə. Diş məzunları alarkən, yəni diş pastası alarkən nə eləmək lazımdır? SLS-dən, trikolozondan, parabendən, titanium dioksiddən, ftordan, bu komponentlərdən uzaq durmaq lazımdır. Təbii ekstraktları olan şeylərdən istifadə eləmək lazımdır ki, dişlərimiz, orqanizmimiz təbiət bizim üçün yaratdığı olsun. İnsan özü barmaq elədiyi ximiyalardan zərərlənməyin. Kimsə bunu satacaqdır, pulunu qazanacaqdır. Kimsə deyəndə mən hansısa biznesmeni demirəm. Korporasiyalardan söhbət gedir. Yenə də deyirəm, bu mənim şəxsi öz fikrimdir. Subyektiv, reklam, anti-reklam deyil. Korporasiya pul qazananda siz bir dənə korporasiyanın böyüyünü göstərin ki, gedib öz dişini belə diş təmizləyənlərdən təmizləyir. Heç kim göstərə bilməz. Ona görə nə isə, keçək testlərimizə. Hə, dəyərli izləyicilərim, baxın bir dəqiqə, bunların hamısından biraz vıdıvit eləyəcəm. Bir dəqiqə, basıb pırtladıb çıxardacağım, Azərbaycan dilində desək. Tamam. Bu siqnal. Sonra Aquafresh. Heləsi var biraz jıtkıdır, heləsi var biraz bərtlidir yəni. Tak, bu nə idi? Blendamet. Əslində rənglərdən də yəqin ki, fikir verirsiniz də. Bunların hamısı krasitellərdir. Rəhləşdiricidir. Rəhləşdirici. Belə şeydir. Sonra Lakalukt. Düz hamısı cərgənlə qoyuram ki, biləm nəyin yeri hansıdır. Bu bir növ Colgate-dir. Görürsünüz nə qədər krasitellər var bunlarda. Hamısı raznoцветlidir. Sonra bu Max Fresh-dir. Max Fresh-in Colgate Max Fresh-i. İçində fikir versəniz, kameramanımız göstərsin. İçində dıqılı həmən o üstündə duran. Hə, kameramanımız göstərdi. Sonra Oral-B-ni götürək. Açaq, bu da Oral-B sonuncu. Görürsünüz, bunu da onun kimi, bu da rəhləşdiriciləndir. Amma bu biraz elə birinci, bu nədir bunun adı? Bu Sensodidir də. Mən belə oxuyuram bunu, karoçi.
В общем, bununki içi biraz suludur. İndi biz burada birinci testimiz nədir? Əslində buna heç başqa bir şey lazım deyil. Bizim əllərimiz lazımdır. 2 dənə barmağımız. Bax, hər bir tiş macunu, tiş pastası biz bunu belə-belə eləyəndə, bax görürsüz, bax belə bir gidizdiririk əlimizdə. Bax belə-belə. Adnarodno olmalıdır. Bu da ki, belə fikir verirəm ki, adnarodnodur və köpüklənməməlidir. Köpük verməməlidir. O görək necə oldu. Elə bir biraz çox götürdüm, yenə də nəysə. Və görürsünüz, bu köpüklənmədi. Bir də adnarodnodur. İndi əlimizi silək. Keçək siqnala. Siqnaldan biraz götürək. Bunu da başlayırıq əlimizdə belə sürtələməyə. Sürtək. Gördünüz? Bu da adnarodnodur. İçində dıqlı-dıqlı şeylər olmamalıdır. Sonra keçən Aquafresh-ə. Aquafresh əlimizdə belə-belə. Aquafresh əslində biraz jıtqıdır nəsə. Bunda az-maz, xırda-xırda, dığı-dığı şeylər var elə bil. Həmən o dediyim abrazivdir. Yəni dişi cızan, dişə zərər gətirən həmən bu abrazivdir. Bax, qır-qır-qır eləyir əlimin içində. Bu Aquafresh idi. Sonra bir dəqiqə kameramanımız göstərir. İndi keçəyim Blendametə. Blendametdən biraz götürək, belə. Blendameti başlayaq əlimizdə, bax. Belə. Yoxlayırıq, belə sürtürük. Bunda hətta köpüklənmə kimi də vermək istəyir. Amma abrazivi yoxdur, amma köpüklənməsi var. Sonra gəlir bizdə Parodontax. Parodontax'ın dənə konsistensiyasına baxaq. Onun konsistensiyası, bax, Allah haqqı qır-qır, bax. Eşidilmir, qır-qır eləyir adamın əlinin içində. Bu tamam başqa şeydir, bax, dişi cızandır. Köpüyə fikir verirsiniz. Bax, bu belə köpüklənməyin heç bir xeyri yoxdur. Ağzımız bizim, həm ağzımızı fer ilə, domestosla yumuruq, belə köpüklənmə versin. Nəysə, sonra keçəyim Lakaluta, bizə dəqiqə, Lakalukdan da götürək, eləyək. Lakalukda yağlaşo kimidir. Köpüklənməsi görək varmı? Bir dəqiqə. Yox, bunda köpüklənmə elə vermədi. Amma Parodontax köpüklənmə verdi. Keçirəm Colgate-ə. Triple Action adı. Colgate-dən götürək. Başlayaq bunu sürtələməyə. Bu da köpüklənmə ehtimalı verir. Fikir verirsiniz. Baxın. Köpük verir. Bu, nə bilim, bu da belə bir fərqi olmadı. İndi isə bir dəqiqə əlimi tam silim, qupquru olsun əlim. Gördünüz, qupqurudur. Keçirəm indi Colgate Max Fresh. Max Fresh'dən biraz götürək, belə. Başlayaq belə eləməyə. İçində xırda bir belə bir qız-qız eləyən şey yoxdur. Amma bu da köpüklənməyə meyillidir. Fikir verdiniz, baxın. İndi bilmirəm, kamerada görmək olur, görmək olmur. Əlim elə bil fer idi. Elə bir şey olur. Və sonuncu Oral-B. Siz evinizdə olan pastanı da belə yoxlaya bilərsiniz. Mən isə göstərdiyim kimi. Bu isə Oral-B-dən götürək. Bu boyda başlayaq Oral-B-də yaxmağa əlimizdə. Oral-B pis deyil əslində. Köpüklənməsini görmürəm. Xırçıltısı yoxdur. Yoxlayaq. Yoxdur. Bunda yoxdur. Dəyərli izləyicilərim, indi nə edəcəm? Bu birinci testimi keçən Sensodyne oldu. Sensodyne. Bu Sensodyne idi. Sonra hansıydı? Lakaluta idi. Bir də Oral-B idi.
Amma yenə də bu barmaqla yoxlamaqda nəticədə onu demək istəyirəm ki, o demək deyil ki, bunlar keçdi, qalanlara pisdir, ya bunlar keçdi, bunlar barmaqla yoxladıqca da hər şey superdir. Yəni konsistensiyasını da dəyişə bilərlər, hiss elətdirməyə bilərlər. Amma yenə də tərkiblərində dediyim kimi, həmən videonun əvvəlində dediyim hamısı var. Ona görə diqqət yetirin, indi başqa cürdə bunları yoxlayacağıq. Sizə də naqliyyatla gözünüz görə-görə hər şeyi göstərəcəm. Davam eləyək. Hə, dəyərli izləyicilərim, indi su ilə yoxlayacağıq. Baxın, əlavə eləyirik. Biraz tiş pastası, biraz su, çox yox, ki, əslində köpüklənməməlidir. Biraz ilıq su əlavə eləyirik, bağlayırıq və başlayırıq belə-belə qarışdırmağa. Köpük olmamalıdır. Köpük oldusa da demək o köpükləşdirici pastanın içində olan dediyim zərərli maddə ağzımız feri deyilü çoxdur. Açırıq. Fikir verirsiniz. Görün nə qədər köpük var bunun içində. Diqqət yetirin. Buna baxın. Belə olmamalıdır. Bax, bu köpük hamısı zərərdir. Hə, sonra siqnala keçirik. Hamısını kadr-kadr çəkirəm. Bir-bir çəkib bankanı yuyub, təzdən şey deyirəm. Baxın, bax, qoyduq bunu da bura. Az bir miqdarda. İlıq su əlavə edirik. Bu köpüklərin də nədir? Kalsium, sodiumla reaksiyasıdır hamısı. Reaksiya verir və ağzımızda o köpükləri, köpük bombadır. İndi baxın, gördünüz, indi bunu çalxalayaq. Görək siqnal, uca hiss elədim ki, köpükləndi, naxadı. Hələ bu su ilə belə reaksiya verir. Görün, ağzımızda bizim elə bir domestosla haransa xlorkanan şey yuyulur. Eşitəsiz, pıs eləyir. Fikir verin. Bunların hamısı kalsium karbonatdır, kalsium sodiumdur, nə bilmək. Bax, belə olmalı deyil. Əsl tiş pastası belə olmalı deyil. Bunu yalandan marketinqi vıxotdur. Yalandan göyə təmiz oldu, belə oldu, super oldu. Ağzımıza bu boyda köpükləri yığırlar. Buna baxın. Elə bir cappuccinodur. Hə, onu yudum. İndi Aquafresh'dən götürək. Aquafresh əlavə elədik. Suyunu da əlavə eləyək. Qapağını bağlayaq. Və görək bu nə reaksiya verir. Bu da elə həmən, elə bil Allah haqqı feyridir. Şarik doldurmaq olar. Heç o boyda da çalxalamıram. Elə süd əvəzinə cappuccino. Fikir verdiniz? Buna baxın. Bax, belə köpüklənməli deyil. Əsl, gözəl, keyfiyyətli tiş pastası belə olmalı deyil. Yalandan qiymətinə uymayın. Yəni, o bu qiymətədir, bahalıdır demək yaxşıdır. Bizim millətin haradasa mənfi cəhədi odur. Bahalıdır demək yaxşı sayılır. Buna baxın. Həqiqi bu, elə bil bir dənə qəşək latte düzəltdim. İndi isə blendamet. Blendametdən götürək. Baxın. Blendamet əlavə edirəm. Hamı eyni olsun deyəm. Buna da diqqət. Baxın. Neyse, düşmədi. Yapışdı burasına. Amma yenə də biz bunu indi suyu töküb salacağıq. Görək bu nə deyir. Baxın, gördünüz. İçindədir. İlıq su ilə belə yoxlaya bilirsiniz evinizdə. Getdik. Səs sakitləşən kimi bilirəm ki, köpükləndi. Fikir verin. Bu, normal olan bir şey deyil. Vallah normal olan deyil. Yəni, belə normal zubnoy pasta, diş pastası özünü belə aparmalı deyil. Fikir verin. Baxırsınız. Bax. Ferinin tərkibində olan həmən o şeliçdir, nədir? Bax, belə bir şeyi biz əslində bunun hansısa hissəsini də özümüz bilmədən uduruq. Mədə bağırsağımıza gedir bu köpüklər. Bu köpük də öz-özünə alınmır. Hamısı ximiyadır. Yalandan özünüzü zəhərləməyin belə tiş pastalarından. Bu mənim sizə Pabratski tövsiyəmdir. Yəni belə deyim, mən öz fikrimi, subyektiv fikrimi bildirirəm. Nə reklam, nə anti-reklam deyil. Yəni bir dənə üstümə düşməsinlər korporasiyalar. İndi isə Parodontax. Görək Parodontax nə deyəcəkdir. Bunun konsistensiyası biraz başqa cürdür. Görək bu köpük, Allah eləyə köpüklənməyə. Heç olmasa bilək ki, bir dənə normalnisi var. Əlavə elədik suyumuzu. İndi isə bağlayaq və getdik.
Gənə davamlı çalxalayaq. Çalxaladıq. Hamısı karbonatdır, sodiumdur, sodadır. Hamısı bir-birində reaksiya verir. Allah sağ qurban olun. Nənə baxın. Fikir verirsiniz. Yəni o birisilərdə biraz az idi pena. Bu Parodontax bahalı olmağına baxmayaraq 10 manat, 12 manat Azərbaycanda. Bax bunun bilmirəm kamerada görsənmir. Özünüz savını qarışdırın. Görəcəksiniz orada belə interesli ximiki şariklər olur. Həmən ondandır. Nə düşünürsünüz? Bizim ağzımız onda savınla yuyaq. İndi isə lakalotu əlavə elədik. Biraz da eləyək ki, düzgün olsun hər şeyimiz. Suyumuzu əlavə eləyək. Elədik. İndi başlayaq qarışdırmağa. Görək nə göstərir. Açaq ağzını. Lakalokt fikir verirsiniz. Elə bu da köpükləndi. Amma bunun köpüyü o birisilərə baxanda biraz az oldu. Amma bu da kapuçino kimi bir şeydir. Amma Parodontax'da lap çox oldu. Fikir verdiniz. Bunların hamısı tərkibində mən dediyim kimi nədir? Kalsiyum, karbonatdır, kimyadır, rəhləşdiricilərdir, dadlaşdırıcılardır. Hamısı kimyayla durub ağzımızı yuyub özümüzü xəstəliyə yetirməkdənsə da mən sizə söyləyəcəm necə mən dişimi təmizləyirəm. Davam edək. İndi isə Colgate-ə keçək. Colgate-in içini əlavə elədik. Suyunu da əlavə eləyək. Və yoxlayaq. Yoxlayaq görək nəyə verəcəkdir. Əslində bu kimyaların da çoxsunu qatırlar ki, vitrində qalanda xarab olmasın. Görürsünüz, illərlə duran şeylərdir. Qulaq asımdan pıs eləyəcək. Eşitdiniz? Gənə bunu kimi, savun kimi köpüklənib və belə gedirsə savundur. Bu boyda ximiyanla adam öz bədəninə, özünə, öz pulundan ziyan vurmaq olmaz. Başa düşdünüz nə deməkdir? Davam edək. Colgate Max Fresh'dən götürək indi biraz. Baxın, əlavə eləyirəm. Belə. Suyumuzu da vafq eləyirik. Bunların hamısını əslində bir-bir belə yoxlayıram. Videoların altında yazırlar bəzi insanlar. Çox oldu, uzun oldu, baxanmadım, hansı yaxşıdır. Elə olanda açıq xətrimə dəyər. Bilirsiniz niyə? Ona görə ki, mən əziyyət çəkirəm, bir-bir hamısını yoxlayıram. Siz belə deyək, yarım saat, 40 dəqiqə baxarsınız videoya, amma mən bu videonu çəkənə kimi 5-6 saat vaxt sərf edirəm. Bir-bir yu, təmizlə, gətir, otur, yu, təmizlə, araşdır, nəysə. İndi bunu yoxlayaq. Bu bizdə Max Fresh idi. Çalxalayaq. Naxadi bilindi, naxadi köpük gəldi. 5 dəqiqə. Baxın, indi sizə qulaq astıracam, mikrofonun yaxınında açacam. Nətər pıs eləyir. Fikir verdiniz, gördünüz də bunu. İndi qulaq asın. Eşitdiniz. Nə baxın. Bunun hamısı ximiyadır. Cappuccino. Nəysə. Sonuncu Oral-B'miz qalıb. Gedim bir dəfə bunu da yuyum, yaxalayım, gəlim onu da yoxlayaq. Sonra 3-cü testimizə keçərik. Və sonuncu Oral-B. Oral-B'ni əlavə eləyək. Belə. Suyunu da əlavə eləyək. İndi isə başlayaq bunu qarışdırmağa. Vallahi heç biri bir normal şey olmadı. Hamısı eyni yuvanın quşu oldular. Və gördünüz, bu da suyun səsi gəlmir. Köpük oldu. Köpük. Buna baxın, köpüyə baxın. Baxın, indi açacağım yenə mikrofonun yanında.
Dəhşət. Bu lab super şey oldu, köpük oldu. Buna baxın. Ay ay ay. Düşmək də istəmir. Bunların hamısı bizim orqanizmimizdə bilmədən uduruq. Uşaqlarımıza deyirik, get dişini təmizlə, ay belə elə. Uşaq deyir, ağzım ayışır, yox budur, odur. Ona görə hətta uşaq pastasını da mən burada göstərdiyim kimi yoxlaya bilərsiniz evinizdə. Belə şeylər baş verməsin. Belə deyək, bu testimdə gördük ki, heç bunların heç biri videonun əvvəlində dediyim kimi hamısının içində karbonat sodyumdur, dioksidlərdir, rəhləşdiricilərdir, qazlandırıcılardır. Heç biri xoşuma gəlmədi bunların bu testi. Əslində hansı ümidim var idi bəzilərinə ad çəkməyəcəm, amma heç biri. Mənim subyektiv öz fikrimdir. İndi obesi testimizə keçək. Hə, dəyərli izləyicilərim, mən indi sizə abrazivnisdən danışacağım. Yəni nədən? Dişimizi yuarkən bayaqları çalxaladıq, köpüklərində gördük köpüyünü. İndi bax bu Glyantsevı jurnalda mən sizə göstərəcəm. Nətər dişimizi məhv eləyən abrazivnis var hər bir pastada. İndi fərqli-fərqli. Burada birini yoxlamışam, görün nətər olur. Bunu elə-belə şeylədik, biz burada yoxlayacağıq. Baxın, birinci başlayırıq bundan. Sensadin, nəysə ondan. Birinci ondan başlayaq. Baxın, barmağımızı belə götürürük, azmaz. Baxın, burada və başlayırıq belə-belə sürtməyə. Görək, əgər yeyəcəkdir, yeməyəcəkdir, nətər olacaq, nə olacaq? Sürtdük. Görürsünüz, yedi. Abrazivnis. Yəni, bu nədir? Dişin emalini aparan bir şeydir. Görürsünüz, bu boyda ağardı. Bu nə idi bizdə? Sensadin. İndi isə keçək siqnala. Görək, siqnal nə göstərəcək? Baxın, bizə dəqiqə. Bu siqnal. Bunun böyründən siqnalı yoxlayırıq. Dəqiqə. Eləcə barmağımızla belə sürtə bilərik. Siz evdə də özünüz yoxlaya bilərsiniz. Abrazivnisli nə qədərdir, nətərdir, nədir, nə deyil. Bunu silək görək, bunda nətər alındı. Bu da onun kimi. Görürsünüz, bizim dişimizin emalını belə yeyilir, belə gedir. Yəni, necə aparır, necə ziyan verir. Sonra Aquafresh-ə keçək. Aquafresh-i yoxlayaq. Görək, Aquafresh dişimizi necə zədələyir. Dəqiqə, keçdik bura. Başlayırıq sürtməyə. Az-maz da belə-belə sürtək. Gördünüz, Aquafresh elə bil biraz abrazivnisliyi azdır. Yəni, bunun kimi ağartmadı. Biraz hətta az-maz qaldı. Eyni dərəcədə sürtürəm də, özünüz görürsünüz. Sonra keçək Blendamed. Blendamedə keçək. Dəqiqə. Götürək Blendameddən. Onun qırağını belə silək. Və buradan. Görək, Blendamed necədir? Bu Blendamed dediyim həmən bu torru olan bir şeydir. Quru-quru sürtə bilirsiniz. Və sürtürük. Baxdıq. İndi bir dənə silək görək necə göstərir. Baxın, görürsünüz, bu da bu qədər zərər verir. Amma bu birisilərə bax, siqnal daha jostkidir, fikir verdiyiniz kimi. Bu hələ deyil. İndi keçəyin Parodontax'a. Parodontax'ın konsistensiyası biraz başqa cürdür deyən. Baxın, o qırğır dediyim kimi idi. Bir dəqiqə, başlayaq sürtməyə görək Parodontax nə göstərəcək. Necə eləyəcək? Hətta köpüklənməyə də başladı. Sürtək. Qırğırı da olsa, nəyi də olsa, o amma yedi. Bunların hamısı biz dişimizi sürtdükcə fikir versiniz, siqnalla Parodontax eyniyir. Hətta barmağımın burası da ayışmağa başladı, qızardı, fikir versiniz. Barmağımı da yedi. Nəysə, bu qədər. Sonra nə idi bizdə? Lakalut. Görək, Lakalut. Barmağım ayışdı. Siz Allah buna baxın. Qıpqırmızı oldu. Nəysə, keçəyin indi baxağın
Lakalukt nə göstərir? Gəlin. Burada lakalukt. Görək, lakalukt pastası nə deyəcək? Sürtək. Lakalukt abrazivnistiliyi yoxdur. Fikir verdiniz? Belə-belə də sürtün, belə-belə də. Halaldır lakalukta. Lakalukt. Fikir verdiniz? Lakalukt abrazivniliyi demək az imiş bunda. Elə dişlərin emalini elə zədələmirmiş. Like. Xoşum gəldi. Özümün də biraz ürəyim dincəldi ki, heç olmasa testlərin birini hansısa keçsin. Onun ki, vaxtı ikən mən də belə diş yummuşam da bunlardan. Mən indi başqa şeylə yuram. İndi keçək Colgate Triple Action-a. Bu Colgate Triple Action-dır. Görək bu nə göstərəcək. Bu barmağımla yox, bu barmağımla eləyim. Görək. Gənə onu kimi, baxın. Hətta az qaldı deşə. Görürsünüz. Fərq nədədir? İşte lakaluktun yeri bilinmədi. Lakalukt buraydı. Fikir verdiniz. Sonra Colgate Max Fresh. Max Fresh'i yoxlayaq. Görək Max Fresh nə deyir? Nə göstərəcək? Yoxlayırıq. Bunun da abrazivnistiliyi var. Bu da əlimin altında hiss edirəm ki, jurnal yeyildi, getdi. Fikir verdiniz. Özünüz də, mənsiz də evdə lakalukt işlədisinizsə da dadını nə idi? Belə baxıb yoxlaya bilərsiniz. Və sonuncu Oral-B. Siz Allah buna baxın. Barmağım ayışdı. Buralarımda ayışır, buralarımda. Oral-B-ni də yoxlayaq. Oral-B nə göstərəcək? Getdik. Görək dişlərimizi nə qədər qoruya bilirik. Belə. Və gördünüz, mən dediyim abrazivnisti. Mən dediyim reaksiyaya keçdi. Reaksiyaya keçdi və belə oldu. Heç bir videolarım reklam, anti-reklam marağını aparmır. Sadəcə mən nə tər seçirəm, onu göstərirəm. 2 dəqiqə. İndi diqqət yetirin. Bax, bu qədər dişimizi zədələyir. Bu qədər. Aquafresh bu qədər. Blendamet bu qədər. Parodontax vəbşi pis günə qoyur dişi. Dişin emalını daha doğrusu. Lakaluta baxın. Fikir verin. Burayı da onun yeri. Görürsünüz, heç nə yoxdur. Bu. Sonra Colgate Triple Action idi. Bu tane buydu. Colgate Max Fresh budur. Oral-B isə budur. Dəyərli izləyicilərim, sözüm nədədir? Mən bunların hamısını elədim. Subyektiv öz fikrimi bildirdim. Sizdən like gözləyirəm, bəyənmə gözləyirəm, sizin fikirlərinizi gözləyirəm və sizə göstərdim öz evinizdə necə diş pastanızı yoxlaya bilərsiniz. Bunların hamısını. İndi isə mən sizə söhbət eləyəcəm. Dişimi mən nə ilə təmizləyirəm? Onunla necə söhbət eləyəcəm? Addelinə oturaq da, oturandakı üz-üzə danışaq. Bunu hələ ki gördünüz, bu buydu. Əslində dadına da baxmaq istəyirdim bu hər bir pastaların. Amma nətər eləyək? Biraz istəmirəm baxmaq, biraz istəyirəm. Nəysə, gəlin dadına da baxaq. Dəyərli izləyicilərim. Baxın, burada testi keçirdik. Bəyək ki, keçmiş testdə də gördünüz. Dişlərimiz necə zədələnir hər bir pastadan. Bunların içində testimizi keçən dediyim kimi lakalut oldu. Hansı ki, dişlərimizi zədələmir. 3-cü testimizi. Mən nə deyəcəkdim sizə? Bax, dadına baxmaq istəyirəm. Dadına baxanda da dadından nə biləcəyik? Nə qədər anemia olur ağzımızda, yəni nə qədər dilimiz uyuşməkdir, yəni damağımızın qurumasıdır. Bunların hamısında sizin özünüz də hiss eləyə bilərsiniz ki, içində olan bu SLS-lərdir, dioksid şeyin adı, titanın dioksididir, karbonatlardır. Bunların hamısından. Birinci yoxlayırıq, Senside'dir, nə idi? Bir dənə dadına baxaq. Bax, naxadı yandırır. Naxadı reaksiyaya keçir. Üzr istəyirəm. Mən nağarım indi bunu. Hara udacağım, nağaracağım. Dəlişi. Yoxlayaq siqnalı.
Ben naxadi ayışdırma, bir də adamın damağı yoxa çıxır, üzr istəyirəm. Ay. Sonra Aquafresh-i yəqin ki, bunların hamısını yoxlusunuz. Gedib indi ağzımı gələ moşunu qarqar eləyəm. Adi pastadır dediyim kimi. Elə bil ximiyadır da. Elə bil deyəndə elə ximiyanın özüdür. Aquafresh lap yandırır. Bunun tərkibində lap çoxdur bunlar. Lap yandırır. Sonra bu nə idi bizdə? Blendamed idi. Blendamedi yoxlayaq. Bəlkə ki, mənsiz də yoxlayıbsınız, dadını bilibsiniz, nədir, nə deyilü. Yəni, azmaz. Bu biraz, bunun hiss olunur ki, içində saxarozası da var. Yəni, şirniyyatını da qatıqlar. Bunların hamısını belə şey eləyəndə bilinir ki, şirinlikləri var biraz. Üzr istəyirəm, bir daha. Hə. Qoy bir dəqiqə. Belə eləyək. Sonra. Bu nə idi? Bu bizdə parodontax idi. Üstünə yazıbdır ki, əgər damaqlarınız qanıyırsa da, belə olursa da, elə olursa da, hamısını düzəldir, bunu eləyir, onu eləyir. Amma siz gördünüz də dişi nətər yeyir. Dişin emalını nətər zədəliyir, nətər reaksiyaya keçir. Yenə də bu mənim subyektiv öz fikrimdir. Bunun içində nəsə fruktovu, meyvəli dadlaşdırıcı var. Bunu da ağzımızdan silib geçsin. Bu nədir? Lakalukt. Hansı ki, yenə də o birisi hansısa testimizi keçməsə də, amma fakt bildik ki, abrazivnistiliyi azdır bunun içində. Lakaluktun dadına baxaq görək. Lakalukt biraz dərman dadı kimi verir, açıq deyək. Elə bil o vaxtda zvyozdochka yağı var, mazı var idi. O vaxtda deyəndə indi də var, Vyetnam mazı. Elə ondan şey eləyir. Bu belə getdi. Bu nədir? Colgate-dir. Ta hamısının dadına baxmışıq, bunun da dadına baxaq. Naxadi, ağzım şampun dadıdır. Yəni siz də dişinizi yuyandır, yəqin ki, pastalardan istifadə edirsiniz, hiss edirsiniz ki, adamın ağzı şampun Shellage-dadır. Shellage Azərbaycan dilində nətər deyilir? Zəhmət olmasa kommentarilərdə onu deyil. Sonra keçək Colgate. Nəysə, bunların hamısını hamı başa düşdü. Bu boyda dadına baxıb dilim uyuşturur. Gəlin axırını danışaq söhbətimizin. Unutuluyaq belə. Nəysə, gözəl insanlar. Belə şeylərdən dörsüz göstərdik, necə emalı yeyirlər, necə köpüklənirlər, necə ximiya dadları var, necə tərkibi necədir. Bunların hamısı nə qədər sizin üçün, mənim üçün problem yaradır. Çox insanlar maraq eləmir bu şeylərdən. Sonra dişlərin tökülməsi, daimi stomatoloqların müştərisi olması, yəni insan tanıyıram ki, hər gün belə dişini yumağından damağı xəstə, özü də bahalı pastalarla yür. Mən deyəndə həma inanmırdı. Mənim indi əsas məntiqə gələk, mənim özüm dişimi nə ilə təmizləyirəm? Gözəl insanlar, mən bunları araşdırandan sonra, bunları biləndən sonra özüm artıq dişimi küncüt yağından təmizləyirəm. Soyuq sıxım küncüt yağını götürüb ala bilərsiniz. Soyuq sıxım olanda onun isti sıxımı olmur. Adi küncüt yağı. 10 damcı damcılayırsınız pıçotkunun üstünə və dişlərinizi həm təbiidir, həm damaqlarınıza xeyirdir, həm anti-hiperallergendir, sizə allergiya verməyəcək, həm dişləriniz təmiz olacaq təbii məhsullarla. Və onu da deyim ki, istəsəniz girişkən yağı da ola bilər, istəsəniz nə bilim, otların efir yağları ola bilər. Yəni, bunların efir yağları düzdür, biraz risk olacaqdır. Yəni, onların da efir yağından 1-2 dənə damcı damcılatsaz, həmən o küncüt yağına qarışdırsanız, 5 damcı, 10 damcı, 8 damcı vurub dişinizi təmizləsəniz, daha sağlam olacaq dişləriniz. Emaliniz xarab olmayacaqdır. Yəni, bu lol dilində desək, ağzım köpükləndir hələ də, üzürlü sayın. Lolun dilində desək, yəni bu Qalivudsku gülüşə, Qalivudsku ulubqa deyənlərə uyub özünüzü
stomatoloq klienti, müştərisi eləməyin. Bu qədər. İnanıram ki, video xoşunuza gəldi. Üzürlü sayın, biraz indi bunların dadına baxanda nəsə belə o üz bu üz oldu. Yenə də dəstəyinizə görə çox sağ olun. Kommentarla da yazın, Elşən malades. Yəni, əgər bu videom kifayət qədər baxış yığsa, sizin üçün maraqlı olsa, ona görə ki, qeyri qıdadır. Gələn dəfə şampunlardır, paltar yuyan paraşoklardır və yaxud bütün məhsullara yavaş-yavaş meyil göstərə bunlara podключаться olacam və sizin üçün çəkib paylaşacağım, araşdırıb nəticəsini ki, niyə saçımızda kəpək əmələ gəlir, nəyə görə saç tökülür. Yəni, tək genetikadan yox, bilirəm, genetikaya görə saç tökülür. Mənim özüm dedik, keçəl dərman bilsə öz başına yaxardı. Mənim görürsünüz, saçım keçəldir. Amma halbuki qabaq belə qəşəng qıvırcıq saçlarım var idi. Sözüm ondan da öyle. Amma yenə də bunlar daha doğrusu doğru araşdırmaq, doğrusunu almaq, hardansa sifariş eləmək. Yəni, gedib şampunu elə mağazindən gidim, bu İran mağazini də oradan alım, onu buradan alım. Hamısını belə eləməyin. Özünüzün həyatı bir dəfə yaşayırsınız. Hamı bir dəfə yaşayır. Elə eləyək ki, həyatımızı sağlam və keyfiyyətli yaşayaq. Nə olur olsun. Və həmişə mənim dediyim odur. Hansısa mal keyfiyyətsizdirsə da, keyfiyyətsiz gəlirsə də, gözəl izləyicilərim, gözəl insanlar, gəlin elə malı almayaq, elə mala pul xərcləməyək, sabahları ondan da pisini gətirib bizə verməsinlər ki, onu yedi, bunu da yeyəcək, onu aldı, bunu da alacaqdı. Ona görə hamınızı öpürəm, bağırma basıram, özünüzdən müğayət olun. Bir daha deyirəm, like verib, abunə olmağı kanalıma unutmayın. Hamınızın kommentarlərinizi gözləyəcəm. Çoxdan idi belə video çəkmirdim. Genə də Allah sizin canınızı sağ eləsin, Allah sizi var eləsin. Sizin sayənizdə bu kanal var. Sizin sayənizdə mən bu qədər həvəslənib bu materialları hazırlayıram. Çox sağ olun, maç-maç, quç-quç, həmişəki kimi.